gəlişim səbəbi mən həyatda ümumiyyətlə ayaqüstü duran qadınların, bacaran qadınları özünün gücünə sahib olaraq nə isə əldə edən qadınları işıqlandırmaqdır ki, siz öz üzərinizdə çalışmısınız, ateliye açmısınız və buradan necə deyim, bu çəkiliş vasitəsilə qadınlara nə mesaj ötürmək istərdiniz ki, onlar ayaqüstü durmağı bacarsın? Siz necə, elə bir deyirlər də, yəni hamımız lap aşağıdan gəlmişik də. Mən birinci evdə tikirdim. Sonra balaca bir yer götürdüm. Ustalar yanında işlədim. Sonra balaca bir yer götürdüm. İzzətim elə oturdu qapıda deyirdi ki, ayda bir adam girmir, içəri anama paltar tikdirsin. Onda mənim var idi 20-21 yaşım. Siz necə, güclü qadın olanda yenə deyirəm, bütün hamıya, bütün qadınlara, analara, gəlirlər bura uşaqları ilə, deyirəm ki, gətirin uşaqlarınızı öyrədin. Yəni, siz necə, o ana, yəni uşağına sənət vermirsə, yəni o ana çox zəif anadır. Uşağını əvvəldən, uşaqlıqdan mütləq ki, mən ona görə Allah anama qəni-qəni rəhmət eləsin ki, mənə bu sənəti verib, mən bugünkü gün özüm ayaq üstəyəm. Çox şükürlər olsun da. Bu sənəti ateliyenin yaranma səbəbi ən çox sizin ananızın uşaqlıqdan sizə dərziliyi öyrətməyi. Deyib də getginən, yəni atam rəhmətə geçsəydi biz çox kasıb olmuşuq, imkanımız olmasa belə aylıq ödəmələrə mənim anam da məndən də qat-qat güclü qadın olub da, hə ki, bunu eləyib də ona görə. O zaman belə olur da, bizim mesajımız belə çıxır ki, ey analar, ey qadınlar, övladlarınıza uşaq ikən sənət verin, mütləq sənət verin, mütləq ki, sabah siz bilmirsiniz başınıza nə iş gələcək ki, uşaqlarınız ayaq üstə dura bilsin. Məsələn, belə deyək, məni dünyanın libo yerinə, belənçinə qoysam, mən pul qazanacam. Uşaqlarım üçün hər şeyin ən yaxşısını düşünürəm ki, olar. Subay qızam, alardım mən. Niyə almıram? Allah sizə o qədər gözəl bəxt ailə yazsın ki, inşallah bütün qızlarımıza mənim kimi gəlin. Bütün qızlarımıza. Maşallah. Sənə kim istəməz? Maşallah. Gözəlsən. Canım, çox sağ olun, təşəkkür. Baxımlı xanımları sevirəm də. Bu mənim uşaqlarım da. Elə deyirəm ki, mənim gəlinlərim doğrudan da o barədə yarayacaq. Balaca oğlum belə. İstəyir ki, qadın baxımlı olsun, geyimi, keçimi, hər şey öz yerində olsun da. Sevir. Elə adamlar var, sevmir, amma mənim uşaqlarım sevir. Dediniz ki, bura çox tanınmışlar gəlir. Bahar Lətif qızı gəlib, Türkan Vəlizadə, Nüşabə xanım gəlib. Ancaq məşhurlarla belə çalışırsınız, ya necə? Yox, onlar hərdən gəlirlər. Nüşabə heç yaxın rəfiqəyi, onlar hərdən gəlirlər. Hamıya fərqi yoxdur. Kim gəlir? Hamıya qiymət eynidir? Əlbəttə ki, elə şey olmalar. Endirim etdikləriniz olur? Çox. Elə olub ki, bəs pulsuz tikirlərini? Çox, hədsiz. Yəni, hədiyyələr də verirəm, tikirəm də. Yəni, siz necə... Ən çox da kimlərə Down sindromlu xəstə uşaqlar var, elə sıradan məsələn xəstə uşaqlar var, onlara tapşırmışam ki, hamınız 10 lap gəlin. Onlara buradan da deyirəm də, elə xəstə uşaqlar gəlsin. Autizm spektrdən. Hə, hamısını pulsuz tikirəm, parça da özümdən. Yəni, onlara mən pul almıram. Şəhid uşaqları olubdur ki, mən onlardan heç vaxt pul almamışam. Baxır da, siz demiş qiymətə kimə nə deyirsən. Mənə nə qədər deyəcəksiniz? Sizə mənim ilk qonağımsınız. Mən sizə mütləq hədiyyə tikəcəm. Canım qaynanam, canım qaynanam, qaynanam, qaynanam. İstərdinizmi, bax bu məkan, bu ateliye başqa qadınların həyatında da işıq yeri olsun, nümunə olsun? O qədər xanımlar gəlib ki, mən onları təmənnasız öyrətmişəm. Mən psixolojik olaraq dəstəyə gəlirlər. Sən ki, bizə də öyrət necə həyatda yaşamağı, necə həyatda... Şəhid anaları belə mənə yığır. Ki, biz sənə baxırıq, özümüzdə güc toplayırıq. Şəhid anaları belə. Yəni ki, o qədər mənə ciddən çox sevən analar var, həqiqətən. Yəni, yığırlar ki, Vəfa, elə bir bizim şəhid anamız var ki, 2 şəhid verib, məni yığır ki, mən səndən güc alıram. Yəni, səni çox sevirəm. Yəni, mən yenə deyirəm, mən heç kimə, belə deyək də, buradan pis təsir göstərməyi sevmirəm də. Yəni, bu dərd mənimdir, mən içimdə mən daşıyıram, mən yaşayıram. Heç bir yerdə onu kimsə qabağında ağlamağı, əyilməyi, əzilməyi sevmirəm. Qadın güclü olmalıdır. Sizə təşəkkür etmək istəyirəm. Yaşadığınız üçün, yaşatdığınız üçün, var olduğunuz üçün məncə belə deyim də, həyatda var olmaqdansa daim yaşamaq ən gözəl bir hissdir. Siz necə, mən bir qəhrəman anasıyam, belə deyək. Sosial şəbəkə deyə bir şey var. Bizim düşmənlərimiz baxır, niyə bizi əzik görsünlər axı? Qoy görsünlər ki, mən qəhrəman anasıyam, mən ayaqdayam, mən yaşayıram, yaşadıram. Təşəkkür edirəm, çox sağ olun, minnətdarım, sizi qucaqlayım.
Mənə də çox böyük stimul oldu. Çox təşəkkür edirəm. Minnətdaram vallahi. Çox sizdən belə dəhşət aura aldım. Minnətdaram. Çox sağ olun. Həmişə gəlin. Baş üstə.